Salam əziz dostlar, hər birinizi xoş gördük. Paylaşdığım sualın izahını sizlərə təqdim edirəm. İzaha keçmədən əvvəl sizə kiçik bir məlumat vermək istəyirəm. Bildiyiniz kimi sertifikasiya imtahanında da mətn suallarına üstünlük verildi. Yəni bunu qabaqcadan çərçivədə bildirmişlər zaten. MİQ imtahanında da hər il olduğu üçün bu il də üstünlük mətn suallarına veriləcək. Yəni üstünlük deyərkən, yəni mətn suallarının çətinliyindən, ağırlıq dərəcəsindən söhbət gedir. Burada da belə deyim ki, bu sualların çətinlik olmasının səbəblərindən biri də imtahan iştirakçılarının vaxt məsələsinə düzgün riayət edə bilməmələridir. Düzdür, buna həyəcan qarışır, stres və s. bunun bir çox səbəbləri ola bilər. Yəni həyəcan ola bilər və s. Amma yenə də bunu göstərdi ki, bu imtahanın nəticəsi onu göstərdi ki, daha çox mətn üzərində işləyib, praktikanı gücləndirib, imtahanda mətn suallarına daha tez cavab vermək lazımdır ki, biz vaxtımıza qənaət eləyə bilək. Yəni bizə verilən vaxtın öhdəsindən asanlıqla gəlib sualları tamamilə cavablandıra bilək. Əks təqdirdə gördüyümüz kimi, yəni müəyyən nəticələrlə rastlaşa biləcəksiniz. Buna görə də bizim sınaq qruplarını sizlərə təqdim edirik, təklif edirik. Sınaq qruplarında hər sınaqda ən az 10 mətn sualı var. Yəni bu sınaqları işləyərək, təbii ki, vaxt qrup işləyərək, yəni Azərbaycan suallarına 25 suala, yəni maksimum 45-50 dəqiqə vaxt ayırmalısınız ki, əsas imtahanda bu sizə köməklik göstərə bilsin. Çünki nə qədər tez işləsəniz, əlavə suallara da daha çox baxmağa vaxtınız ola biləcək. Əgər maraqlansaz, yəni sınaq qrupları haqqında məlumat toplamaq istəsəz, Instagram səhifəmizə baxıb, oradakı nömrələrlə əlaqə saxlayıb faydalana bilərsiniz. Keçək izaha, yəni sualın izahına. Əvvəlcə mətni oxuyaq. Əgər bizim düzgün bir nəzəriyyəmiz varsa, ancaq onu örtbasdır edir və praktikada tətbiq etmiriksə, bu nəzəriyyə nə qədər yaxşı olsa da heç bir əhəmiyyət kəsb etmir. Bilik təcrübədən başlayır. Nəzəri biliklər təcrübə ilə əldə edilir və sonra təcrübəyə qayıtmalıdır. Biliyin aktiv funksiyası təkcə qavrayışdan rasional biliyə aktiv sıraçda təzahür etmir. Həm də o, rasional bilikdən inqilabi təcrübəyə sıraçda özünü göstərməlidir. Dünya qanunlarını qavrayan biliklər dünyanı dəyişdirmək təcrübəsinə yönləndirilməli, istehsal praktikasında, inqilabi sinif mübarizə və inqilabi milli mübarizə praktikasında və elmi təcrübəsində yenidən tətbiq edilməlidir. Sualın şərtində nə deyir? Mətndə nəzəri biliklə bağlı irəli sürülən əsas mövqeni daha dolğun əks etdirən variant hansıdır? Əvvəlcə biz bu mətnin məzmununu, ideyasını müəyyənləşdirməliyik. Biz əsas ideyanı müəyyənləşdirsək, mətndə nədən danışır, bunu tapsaq, sualın cavabını asanlıqla müəyyən eləyə bilərik. Bu mətnin əsasında dayanan, belə deyək ki, nədir? Biliyin fəlsəfi mahiyyəti və onu praktika ilə əlaqəsi üzərində qurulur. Fikir verirsiniz, deyək, nəzəriyyəmiz varsa, bilik varsa, onu örtbasdır edir və praktikada tətbiq etmiriksə, ona heç bir əhəmiyyət yox. Nə qədər mükəmməl nəzəriyyə olur olsun, nə qədər güclü bilik, məlumat olur olsun, əgər onun tətbiqi yoxdursa, bunun heç bir əhəmiyyəti yoxdur. Mətn yalnız pasiv bilik qazanmağı yox, bu biliklərin ictimai həyatda, istehsalatda, inqilabi fəaliyyətlərdə tətbiqini ön plana çəkir. Yəni, bax, hər şey təcrübə, nəzərə biliklər təcrübə ilə əldə edilir, sonra təcrübəyə qayıtmaq. Yəni, bütün bir şey, yəni bunun bilik olduğu nə zaman ortaya çıxır? Təcrübədə əsaslandıqdan sonra biz buna bilik deyə bilirik. Yəni, mən o biliyi təcrübədə həyata keçirə bilmirəmsə, bu bilik deyil, düzdür. Çünki onu, belə deyək ki, tezis var, ortaya atıram iddia və onu faktla sübut eləyə bilirəmsə bu tezisdir. Yəni, bilik də, məlumat da, nəzəriyyə də onun kimi. Əgər bu nəzəriyyəni təcrübədən keçirə bilirsinizsə, buna bilik deyə bilirsiniz. Yoxsa ona heç bir nəzəriyyəsi yoxsa, o sadəcə elə belə məlumat olaraq, məlumat yükü olaraq qalır orada. Yəni, mətnin əsas mövqeyi, əsas ideyası budur. Bilik pasiv yığım prosesi deyil, fəal təcrübəyə qayıdan çevrim prosesidir. Yəni, bu mətndə onu danışır. Deməli, bilik pasiv yığım prosesi deyil, fəal təcrübəyə, aktiv təcrübəyə qayıdan çevrim prosesidir. Nəzəri bilik sadəcə qavrayışdan ibarət deyil, o təcrübədən doğur. Rasionallığa keçid edir və yenidən praktikaya qayıdır. Dediyimiz kimi, yəni nəzəri bilik sadəcə qavrayışdan ibarət deyil, yəni sadəcə məlumat yükündən ibarət deyil. O təcrübədən doğur və rasionallığa keçid edir və yenidən praktikaya qayıdır. Əgər bilik praktikada tətbiq olunmursa, o eyni zamanda dəyəri də azalır. Yenə dediyimiz kimi, ilk cümlələrdə biz bunları hiss edirik. Bilik dünyanı anlamaq üçün yox, dəyişdirmək üçün mövcuddur ki, bax bunu da
deyə bilərik. İndi keçək əsas görək ki, bu nəzəri biliklə bağlı irəli sürülən əsas mövqeyini daha da əks etdirən variant hansıdır? Bu variantların içərisində B variantına diqqətlə fikir verin. Deyir ki, gerçək bilik yalnız təcrübi müşahidələrin nəticəsi deyil, eyni zamanda ictimai təcrübəyə yön verən və dəyişiklik yaradan fəal idrak prosesidir. Bu tip bilik həm təbiət qanunlarını qavrayır, həm də onları inqilabi fəaliyyətin əsasına çevirir. Bax, bu bənd həm fəal idrak anlayışını, həm də biliyin təcrübəyə təsirini vurğulayır. Gerçək bilik ictimai təcrübəyə yön verir, dəyişiklik yaradır. Bax, fikir verirsinizsə, dünya qanunlarını qavrayan biliklər dünyanı dəyişdirmək təcrübəsinə yönləndirilməli. İstehsal praktikasında inqilabi sinfi mübarizə və inqilabi milli mübarizə praktikasında elmi təcrübə yenidən tətbiq edilməlidir. Yəni, bu kimin fikirlərə əsaslansa görərək ki, ən uyğun cavab, yəni bu verilən fikri, mətndəki fikri özündə əks etdirən ən dolğun cavab B variantıdır. Yəni, bu cümlə, ümumiyyətlə, bu mətin, yəni B variantındakı fikir tam şəkildə mətnin ideyasını əks etdirir. Yəni, bilik həm qavrayışdır, həm də dəyişdirici gücdür ki, bax, bunu dünyanı dəyişdirmək təcrübəsinə yönləndirilməli. Bax, bu kimi fikirlərlə biz gəlib B variantının üzərində dayana bilirik. Yəni, bu sualın doğru cavabı dediyim kimi B variantı, çünki bu bənd həm fəal idrak anlayışını, həm də biliyin təcrübəyə təsirini vurğulayır. Onun da ən dolğun əks etdirən cavab B-də özünü göstərir. Digər bəndlərə baxaq görək, nə üçün onlar nədir? Cavab deyil. Məsələn, A bəndə nə deyir? Deyir ki, nəzəri bilik yalnız zamanla elmi paralellər və modellər vasitəsilə konkretləşdirildikdə praktiki yön alma qabiliyyətinə sahib ola bilər. O, tətbiq sahəsinə daxil olmadıqda bilik sadəcə anlayış səviyyəsində qalır və dəyişdirici gücünü itirir. Burada yalnız modellərlə konkretləşdirmək faydalı deyilir. Amma mətn belə bir model və ya zaman faktorundan qurulmuyor. Mətn birbaşa praktikaya, təcrübəyə nə deyil? Əgər onu sən həyata keçirə bilmirsən, praktikada tətbiq edə bilmirsənsə, o nəzərin heç bir əhəmiyyəti yox. Yəni, mətn birbaşa praktikaya yönəlmiş fəallıqdan danışır. Yəni, belə deyək ki, modellərlə konkretləşdirməkdən faydalar məsələsinə toxunmuyor burada. Ona görə də A bəndini çıxıram. C-yə baxaq. C-də nə deyir? İstehsalat fəaliyyəti və sinfi mübarizəyə müəyyən tarixi dövrlərdə nəzəriyyələrin praktikaya uyğunluğunu yoxlaya bilər. Lakin bu hadisələr nəzəriyyənin inkişafına sistemli təsir göstərməz. Təcrübənin strukturu çox zaman nəzəri yanaşmada müstəqil şəkildə formalaşır. Burada belə deyim ki, təcrübə nəzəriyyədə müstəqil olduğu vurgulanır. Bu mətnə ziddir. Çünki mətin nəzəri biliklərin təcrübəyə keçirilməsindən, qayıtmalı olmasından danışır. Yəni, bunların ayrı-ayrı bir şey olduğunu vurgulamır. Düzdür? Yəni, nəzəriyyə təcrübədən, belə təcrübənin nəzəriyyə müstəqil olduğunu vurgulanmır. Yəni, nəzəriyyə təcrübədə həyata keçirildikdən sonra, yəni onlar bir-birini tanımlamalıdır. Bu zaman bu nədir? Yüksək mahiyyət, dəyərli mahiyyət daşıya bilir. C-nə çıxdıq, D-yə baxaq. Nəzəri yanaşmaların tətbiq imkanları daha çox eksperimental nəticələrin göstəricilərinə bağlıdır və bu zaman nəzəriyyənin dəyişdirici təsiri zəifləyir. Belə yanaşmalar yalnız mövcud nəticələri izah etməklə kifayətlənir, yəni istiqamətlər formalaşdıra bilmir. Burada da nəzəriyyənin dəyişdirici təsiri zəifləmiş kimi təqdim olunur, mətn isə əksinə biliyin dəyişdirici gücünü ön plana çəkir. Aydın oldu. Dünya qanunlarını qavrayan biliklər dünyanı dəyişdirmək təcrübəsini yönləndirilməlidir ki, bu da dediyimiz kimi mətndə fərqli formada öz əksini tapıb gördük. D bəndində çıxırıq. Y-yə baxırıq. Rasional bilik tətbiq sahəsinə yönəlmədən belə öz nəzəri dəyərini və sabitliyini saxlaya bilər. Bu cür biliklər zamanla praktikadan uzaqlaşsa belə, onlar müstəqil şəkildə elmi əsas kimi qiymətləndirilə bilər. Bu bənddə bilik praktika olmadan da dəyərli sayılır. Xeyr, bu mətnin ilk cümləsinə ziddir, yəni mətnin ruhuna tamamilə ziddir. Çünki mətn açıq şəkildə bildirir ki, tətbiq olunmayan nəzəriyyə nə qədər düzgün olur olsun, onun heç bir əhəmiyyəti yoxdur. Ona görə də bunu çıxdıq. Yəni, nəticə olaraq bunu deyə bilərik ki, mətnin fəlsəfi mövqeyi biliyin yalnız qavranılan və anlayış kimi yox, fəal təcrübəyə çevrilən, dünyanı dəyişdirən bir güc kimi təqdim olunmasıdır. Bu baxımdan da B bəndi ən uyğun cavabdır. Çünki o həm biliyin mənşəyini, həm də funksional gücünü ehtiva eləyir.
Bəli əziz izləyicilər, əziz dostlar, sualın doğru cavabını dedik B variantı. Yenə sonda sizə deyirik, əgər mətn üzərində işləmə qabiliyyətinizi möhkəmləndirmək, gücləndirmək istəyirsinizsə, bizim sınaq qruplarına qoşula bilərsiniz. Məlumat almaq üçün 077 271 22 71 WhatsApp nömrəsi əlaqə saxlaya bilərsiniz. Bizim bir aylıq sınaq qruplarımız, yəni imtahana az sayılı günlər qaldığı üçün belə bir aylıq sınaq qruplarımıza qoşula bilərsiniz. Bu bir ayda siz 8 əsas, yəni ödənişə daxil olaraq, xatırladım ki, ödəniş 20 manatdır. Yəni bu ödənişə daxil olan nədir? 8 sınaqdır ödənişə daxil olan. Bundan əlavə sizlərə əlavə sınaqlar da təqdim olunacaq. Bəli, bu sınaqlar qrupa atılır və izahı da sonra cavabları və izahı qrupa paylaşır. Yəni MİQ imtahanına qədər də canlı müzakirələrimiz olacaq inşallah. Ən az həftədə bir dəfə olmasını düşünürük. Bunun da həm suallarla bağlı, həm də müəllimlərin əlavə imtahan strukturu ilə bağlı, imtahanda necə davranmaq lazım olduqlarına bağlı kiçik söhbətlərimiz olur. Sağ olun. Növbəti sual müzakirələrində görüşmək ümidi ilə.